Deməli dostlar, belə bir funksiya verib, bu funksiyanın M1,5 nöqtəsindən keçən ibtidai funksiyasını tapın deyir. Bunu ibtidai funksiyasını tapmamışdan əvvəl biraz sadələşdirmək lazımdır. Məxrəcdə x-i mötərizə xaricinə çıxardırıq, qalır x plus 1. Surəti də vurğulara ayırsaq və ya parçalama üsulu ilə də gedə bilərik. Tutaq ki, bura x yazaq, bura 3x yazaq, yəni 4x-in yerinə x plus 3x yazaq. Bəzi şagirdlər deyir ki, mən parçalama üsuluna daha yaxşı başa düşürəm. Bu dəfə bu üsulla gedək. İndi surətdən dostlar, baxın, bu ilk ikisini və son ikisini qruplaşdırsaq, ilk ikisindən x-i mötərizə xaricinə çıxartsaq, x plus 1, son ikisindən də 3-ü mötərizə xaricinə çıxartsaq, x plus 1 qalır. Məxrəc də olduğu kimi qalır. Sonra surətdən x plus 1-ləri mötərizə xaricinə çıxartsaq, burada qalır x plus 3 bölünsün, təbii ki, x vur, x plus 1. Burada x plus 1-ləri ixtisar aparırıq, təbii ki, x plus 1 fərqli sıfır şərtini götürməklə, yəni x mənfi 1 ola bilməz. Onsuz da burada o şərt olmayacaq, yenə də hər ehtimala qarşı. Yəni o qayda yadınızda qalsın deyə dedim. Yəni bu funksiyanı sadələşdirəndən sonra fx funksiyası oldu, x plus 3 böl x. Bunu da biraz sadələşdirib belə yaza bilərik də. X-da x üstəgəl x-da 3, yəni x-da x üstəgəl x-da 3. Bu da x böl x 1 və 3 bölünsün x. Gəlin 3 bölünsün x-i də belə yazım. 3 vurulsun 1 böl x. Çünki bunun integralını tapanı daha yaxşı anlayacaqsınız. İndi fx funksiyasının son halı budur. Bunun integralını tapsaq, yəni 1 üstəgəl 3 vurulsun 1 böl x dx. 1-in integralı bilirsiniz ki, x-dir. Çünki x-in törəməsi 1 eləyir. 3 sabitdir. Sabitlə işimiz yoxdur. Nəyin törəməsi 1 böl x eləyir? Ln modul x-in təbii ki. Düzdürmü dostlar? Moduluna görə yazırıq ki, mənfi olmazda loqaritm altı ifadə və üstəgəl c. Yəni ibtidai funksiyamız budur. İndi bu ibtidai funksiya, buranı silim, M1,5 nöqtəsindən keçirsə, nöqtənin birinci koordinatı absisi bildirir, yəni x-i, ikinci koordinatı y-i bildirir və ya funksiyanı. Yəni y-in yerinə, y, baxın budur da fx funksiya. Bunun yerinə 5 yazacağım, x-ların da yerinə 1 yazacağım, absislərin yerinə. Yəni 5 bərabərdir, 1 üstəgəl 3 vurulsun ln 1 üstəgəl c. Ln 1-də bilirsiniz ki, dostlar, 0 alır, 3 vurulsun 0, 0 eləyir. Elə 0 yazaq yerinə, üstəgəl c. Buradan da c bərabərdir 5 çıx 1, 4 alınır. İndi bu funksiyanın son halı belə oldu. Fx, yəni böyük fx, ibtidai funksiyası. X üstəgəl 3 ln x üstəgəl 4.